Azərbaycan futbolundan, bəlalı Azərbaycan futbolundan danışacağıq növbəti dəfə. Milli komandamız yenə uduzdu. Udan günümüz var ki, 2 oyun oynamışıq. Qol vurmadan. Birində 0-3 Haiti millisinə. Dünya nəhəngləri ilə oynamışıq, onu da yaddan çıxartmayaq. Haiti. Haiti dünya 8 qat dünya çempionu. Ne deyirsən Haluk? Nə deyirsən ki? En azından statistikaya görə qardaş, səndən bu dəqiqə FIFA-da yanı qabaqda, 86-da, 85-ci yerdədir. Mən nə deyirəm? Mən nə dedim indi? Həngini belə ironiya ilə deyirsən, yəni ki, Haiti nədir ki, biz onlara uduzduq. Yəni faktiki olaraq qardaş səndən qabaqdadılar. Fakt. Qardaşım, faktiki məndən qabaqla bəs mən Mənə görə alqışlayıram. Necə sən müdafiə edə bilirsən? Bu əsasla, bu məntiqlə bizdən qabaqdadılar, 80 neçənci yerdədirlər və biz uduzmalıyıq, normaldır. Futbol statistikasına görə, yəni reytingdə səndən qabaqdadılar. Orada nə maliyyə, Onda o zaman nə bilim, nə hörmətli AFFA rəhbərliyi bizdən qat-qat aşağıda olan milli komandalarla San Marino ilə, nə bilim, Uganda millisinin komandası ilə yollaşlı oyunu planlaşdırsın ki, çünki biz udaq da. Deyək ki, biz dilimiz də uzun olsun ki, biz də uda bilirik. Biz də futbol oynayaq. Bizim verilişdə adətən lətifələri Ruslan danışır. Komandası ilə oynayır. Adətən lətifələri Ruslan danışır. Ruslan üzrlü hesab elə, çörəvi əlindən almaq istəmirəm. Gülməli də deyir, amma yadımdadır, uşaqlıqdan bir lətifə yadımdadır. Ana oğluna deyir ki, abala deyir, sən niyə görə pis uşaqlarla oynayırsan? Get yaxşı uşaqlarla oyna da. Deyir, mama, deyir, yaxşı uşaqların valideynləri ona icazə vermirlər mənə oynasınlar. Qəşəng idali. Allah. Yəni bizim yığma da belədir də. Yəni rəhbərliyi imkan vermir ki, bizlə oynayaq. Bəlkə də San Marino Futbol Federasiyasının böyüyü deyir ki, biz özümüzü küçədən tapmışıq ki, gedək Azərbaycanla. Bilmirəm valla. 2 oyun, 1 gol vurmadıq. Belarus millisinə 0-2, Haiti seçməsinə 0-3 hesab ilə uduzduq. Fernando Santos yenə ağzına gələni danışdı mətbuat konfransında. Deyir, müdafiədə bərbadıq. Ay, qardaş da deyə bilmirəm. Ay baba, sən bura gələndə bilmirdin ki, hansı komandaya işləməyə gəlirsən. Yəni, sən bundan sonra gəlib burada Azərbaycan futbolçularına bu yaşdan sonra futbol necə oynanmalıdır, müdafiə davranışı necə olmalıdır, müdafiədən hücum fazasına necə keçid, hücum fazasından müdafiəyə necə keçid lazımdır. Bunu öyrətməliydin ki, sən atam. Atam. Sən bunu bu yaşdan sonra gəlib bizim futbolçulara öyrətməliydin ki, qadan alaram sənin. AFFA rəhbərliyi. Yəni bu 2 milyon, 3 milyon niyə göyə sovurursunuz? Hər dəfə də deyirik, o qardaş, Fernando Santos lazımdır bizə. Gəlib hər dəfə də ağzına gələni danış. Deyir, hələ yaxşı ki, mən deyir 3 üstə gəl 1 illik müqaviləyə qol çəkmişəm ha. Əks təqdirdə gələsi də ördüm. Hələ bir minnət də qoyur bizi. Yəni AFFA rəhbərliyi utansın da, nə bilim, vallahi Allaha and olsun mən söz tapıb deyə bilmirəm. Qurana and olsun mən söz tapıb deyə bilmirəm. Yəni bildiyin Fernando Santos bütün futbol ictimaiyyətini, bizi, mediamızı, azarkeşlərimizi elə yeri gələndə AFFA rəhbərliyini ələ salır. İndi bir dənə sual verə bilərəm. Buyur. Vermirəm. Vermə. Deməli, bu Fernando Santos'un yerinə tutaq ki, qardaş, yerli məşqçi. Yerli məşqçi o heç Arif Əsədov qalıb işləyirdi. O Arif müəllimin vaxtındakı nəticələrə bax bir dənə. Axırıncı oyunları hansıydı ki, normal Estonları utdular. Bir də Emin Mahmudov uzaqdan vuranda ələtdən kimi dispeçə. Onda Arif müəllim idi komanda. Bəli. Yox, onda köməkçi idi deyəsən. Yəni Arif Əsədovun vaxtında 2 dənə oyunda, 3 dənə oyunda komandamız yəni rezultat qazandı da qardaş. Yadındadırsa bundan qabaqçı verilişdə də deyirdik də biz ki, qardaşım onu deyirik də, yəni 2 milyonu niyə Fernando Santos'a verək? Göyə sovraq pullarımızı, onun timsalında digər əcnəbilərə. Fernando Santos gəlib ağzına gələn niyə danışsın ki, müdafiəçilərə mən müdafiədən utanıram. Müdafiə onunla bilmir. Gəlib sən nə öyrədəcəksən bu yaşdan sonra? Sən bütün klubların hamısında da indi bizim Azərbaycan çempionatında olan o uşaq. Çünki atır futbolçuların üstünə də, başa düşdün? Deyir də, açıq-aşkar deyir ki, qələbə üçün çıxmırlar deyir futbolçular. Uduzmağa deyir çıxmırlar. Qələbə üçün çıxmaq olar qardaş, sən 11 nəfər orada düzürsən, qardaşım, deyir ki, mənim futbolçularım uduzmaq üçün çıxırlar. Bu adam öz ağzı ilə bu sözü deyir. Mən onu demirəm, mən onu başa salmaq istəmirəm. Ümumiyyətcə, oyun baxımından meydançanın içində hər bir futbolçu bilməlidir ki, bunun hansı bir funksiyası var, nə funksiyasını yerinə yetirməlidir. Onda belə çıxır ki, biz bilmirik. Söhbət ondan gəlir, onu deməyindən elə çıxır ki, bizim futbolçular bilmir ki, bizdə
biabırçılıq nəticələr göstərir. Onu da bilmirlər. Yəni intervyularda gördük. Məsələn, Toral Bayramov təəccüblənir. Yox, bir dənə Ruslan fikrini tamamlasın, qəşəng bir dənə. Tamamlayacaq, ha bu gün onu danışacaq hələ. Mən qoydum Heç kim deyir bilmir mövqeyini. Hayır, sağ ol. Yəni söhbət ondan gedir ki, biz müdafiə davranışını bilmirik və yaxud da futbolçular meydançaya ruhsuz çıxırlar və yaxud da səhvlər eləyirik. Yəni hər bir futbolçu, milliyə çağırılan futbolçu öz klubunda normal, yəni məşqçilər əli altında oynayırlar və hamısı da professional futbolçular da o müdafiədən hücuma keçidləri, taktiki gedişləri, müdafiə davranışı, hamısından yəni xəbərləri var, bilir. Sadəcə olaraq milliyə gəlib biz oraya yığılanda millinin özünün də bir məşqçinin hansısa bir oyun fəlsəfəsi, nəsə bir oyun strategiyası olmalıdır ki, uşaqlar, bax siz klubda belə oynayırsınız. Amma mən burada tutaq ki, Portuqaliyada oynatdığım uşaqların Portuqaliyada Ronaldo oynadığı futbol istəyirəm oynayasınız. Ola bilər okeydir. Ustalıq səviyyəmiz o Portuqaliya millisində işləyən vaxtı, nə bilim o Bruno Fernandes, Ronaldo kimi deyil. Təbii ki, deyil. Amma ən azından bir rüsumluq, bir şəkil olsun, eskiz olsun ki, biz də onun üstündən əlimizdə flamaster o eskizi. Deyir, mən karyeramda 2 ardıcıl oyunda uduzum. Yox da axı, yox uduzmam. Sən çıxıb öz başına bu dəqiqə o futbol qutardı, getdi İsmail. Mən futbolçu çıxsın meydançada, davayda uşaqlar çıxırıq. Əlimizdən gələni kim nə bacarır onu eləyir. O kim nə bacarır onunla getmir. Yoxsa o futbol qutardı. O qaldı 20 il bundan qabaq. Sən güclüsən, driblingi, Alikin güclüdür. Mən müdafiədə alıb verəcəm sənə, sən ona verəcəksən. Sən də Alik bax da qabaqda gör, nə edirsən ay Mahir. Nə bilim Nəriman Musa. Mənə pas atın, mən həll eləyirəm burada. Yəni o şeylər qutardı. Onu eləməkdən ötürü qardaş sənin əlinin altında iş görməlisən sən. Bu əlindəki olan futbolçular. Bir ilə yaxın deyə burdadır. Söhbət elə ondan gedir ki, yəni futbolçuları orada mən də oynamışam da qardaş. Yəni mən futbolçular ola bilər çıxıb aşağı səviyyədə oynayırlar. Mametlər olmasa deyirəm ki, Mametlərə də girmir. Avropa çempionudur. UEFA Millətlər Liqasını qazanıb. Ciddi uğurları var. Hədə hansı komandanın? Amma bir ilə yaxındır. Sənin o risunukun, şəklin, oyun üslubun, fəlsəfən görünmür axı. Və sən gəlib bu yaşdan sonra Azərbaycan futbolçularına nəyi öyrədə biləcəksən? Söhbət odur ki, sən onu nəyəsə bir görsətməlisən. Uduza belə, amma görsənsə ki... Yenə də gəlir, dayanır kökə. AFFA rəhbərliyi çıxıb birinci üzr istəməlidir. Başda AFFA-nın prezidenti çıxıb üzr istəməlidir futbol ictimaiyyətindən. Futbolçuları yönətməli deyil jurnalistlərin qarşısına ki, çıxın üzr istəyin. Mert Çelik debüt eləyir, oyundan sonra üzr istəyir. Nə bilim, o birisi birinci oyununa çıxır, lap elə 10-cu oyununa çıxır, üzr istəyir ki, məyusuq, uduzduq. Önümüzdəki oyunlara baxacaq türklər demişkən. Fikir verdiniz, belə bir şey olmamışdı ya. Milli komandadan sonra bir neçə futbol. Yiyəsizlikdir, əməli başlı yiyəsizlik. Toral Bayramova sual verilir ki, utanırsınız, xəcalət çəkirsiniz, gözlərini bərəldir, mən bu suala cavab verməyəcəm. Özdə biraz ironiya ilə deyir, hə, utanırsınız. Yəni orada hələ çıxdı ki, yəni nədən utanmalı? Sonra Nərman Axundzadə ilə azarkeşimizin bir dialoqu var. Hər bir şeyiniz var, pulunuz, maşınınız, imkanınız. Allah var eləsin, bol eləsin. Deyir, mənim nə maşınım var, nə evim var. Düzdür, onu fərqli formada həmin o azarkeş o haqqına danışmaq lazımdır, başqa cür. Onu da haqqına demək lazımdır ki, o başqa mənada demək istəyib. Tural, Nərman da başqa formada cavab vermək istəyib. Amma yekunda da qardaş, biz nə vaxta qədər belə, yəni rüsvaçı vəziyyətdə danışacağıq. Futbolumuz yoxdur, AFFAmız yoxdur, ümumiyyətlə futbol yoxdur, millimiz yoxdur, klub səviyyəsində pis gündəyik, qardaş. Bunu AFFA rəhbərliyi neyəcək, hara baxır? Nə vaxta qədər çıxsın birinci, mətbuat konfransı təşkil eləsin, üzr istəsin. Ölkə futbol ictimaiyyətindən. Yox, sual yaransa ki, niyə görə üzr istəməlidir? Futbolçuları, o debütantları göndərməsin. Yəni biz hal-hazırda futbol azarkeşlərindən söhbət gedir də. Biz uzun müddətdir pul xərcləyib gəlirik millinin oyuna baxırıq da. Yəni pul veririk də. Biz havaya gedib oturub baxmırıq ki oyunlara. Bəli. Biz pul xərcləyirik, biz vaxt xərcləyirik. Oyunları salmısınız Sumqayıta. Sözüm yoxdur ya. Mən biləm niyə görə Sumqayıta salıblar. Masazıra salıblar. Çünki bilirlər ki, Tofiq Bəhramov da olmayacaq. O dərəcəyə çatdırmışsınız ki, yığmanın ən bərbad vaxtlarında belə, Tofiq Bəhramov da olurdu. Ən azından bir 70% adam gəlirdi Tofiq Bəhramova. Bəli. Bu AFFA neynir ki? AFFA-da qurum yoxdur ki, bu azarkeşlərlə işləsin, azarkeşləri cəlb eləsin. Orada oturan adamlar bu ayın axırı maaşı alanda doğrudan çox rahat gedirsiniz evə. Yəni gedirsiniz pullarınızı xərcləməyə. Qardaşım, sizə bir söz deyim, yəni
qulaq asan varsa, oturun bir dənə ruçka ilə kağız götürün, yazın. Bu qulaqdan alırlar, o birisi qulaqdan verir. Yazın. Ələkbər Əliyev sizə məsləhət görür. Sizin kommunikasiya sisteminiz elə işləməlidir ki, Azərbaycan yığması məğlub olanda ən azından biz azərkeş kimi biz milli yığma ilə bir tərəfdə olaq. Deyək ki, ayda yenə də ucuzluq. Deməyək ki, bunlar ucuzdular. Siz ayırmısınız Azərbaycan yığmasını, Azərbaycan xalqından ayırmısınız. Nə etmisiniz birləşdirmək üçün? Stadiona adam gətirmək üçün nə etmisiniz? Bu suala cavab verin də, xahiş edirəm də. Sənin sözünü qabaq yadımdadır bir 20 il bundan qabaq o vaxt Neftçi oynayanda Tofiq Bəhramov da oynayırdı, Kəpəz, köhnə futboldan deyirəm 90-lardan. Maşın o qoyulurdu, lotereyalar, nə bilim nələr. Kimsə lapdacı futbola baxmayan adamlar o lotereyanın eşqinə gəlib stadiona gəlirdi. Qardaş, o vaxtlar getdi, amma stadiona insanları doldurmaq üçün, cəlb eləmək üçün, qardaş, vallahi deyirəm, belə çətin məsələ deyil. Yəni, mən bu qənaətə gəlirəm ki, AFFA istəmir ki, stadiona adamlar da olsun. Mən bu qənaətə gəlirəm. Çünki əks addımları görmürəm. Deyim ki, yetim yesir bir qurumdur, büdcələri yoxdur, heç nə yoxdur. Oyundan qabaq nəsə əyləncə eləməyə, cəmaatı cəlb eləməyə, qəşəng promoları çəkməyə, ki, ya mən Azərbaycan vətəndaşı kimi hiss eləməliyəm ki, Azərbaycan milli futbol yığması mənim komandamdır. Onlar mənim bayrağım üçün çıxırlar, mənim torpağım üçün çıxırlar. Mən onu hiss eləmirəm. Sosial şəbəkələrdə məşhur kommentlər formalaşır. Məşğulluqdan deyir, aldığım deyir, nə bilim, nə. Bizim də milli komanda məşğulluqdan alınıb da, yəni konkret bilinmir. Yox, oyunçularımız pis deyir, qardaşım. Azərbaycan çempionatda baxırsan, gül kimi oyun oynayırlar. Bütün hər şeyi futbolçuların üstünə atıblar, futbolçuların üstünə atıblar. Bəs onu deyirəm də. İndi onu deyirəm ki, göndərirlər futbolçuları ki, gedin üzr istəyin. Qardaş, üzr istəməli birinci şəxs varsa, AFFA rəhbərliyidir. AFFA-da çalışanlardır ki, millimizi belə bərbad vəziyyətə salıblar. Daha da getdikcə uçuruma gedirik. O uçurumun dibini görməsək də gedirik də, üz aşağı gedirik. Mən sən nəyə gözləyirəm? Oktyabr ayını gözləyirəm. Nə 3 illik? Oktyabr ayını gözləyirəm, qardaşım. Növbəti Oser faciəsi olacaq. Bizdə xəbərimiz var. Mbappe, Usman Dembele, vay. Özdə bizdən yanıqlıdırlar. Niyə yanıqlıdır? Yox, onlar açıq-aşkar Ermənistana dəstəkləyən adamlar. Necə ki, mən sənə ancaq bahəm sözünü deyə bilərəm. Hamımız, söz yox, amma ki. Qardaşım, İndiki Fransa millisi ilə oyunlarımız necə olacaq bizim? Oser faciəsinə hazırıq. Yəni faciə olacaq. İndi bizim belə danışmağımız. Faciə olmayacaq. Sən de, mən sənə sübut edeyim ki, niyə görə faciə olmayacaq. Mən sənə sübut edəcəm. Sənə İsmail. Buyur. Qardaş, sən deyil, yadma sal. Oyun baxımından düzdür, onlar bizdən 100%, yəni ustalıq səviyyəsinə görə indi oynadıkları klublara bax, keçdiyi məşqə bax, yediyi Usman Dembele 2025-ci ildə hələ mart təzə qutardı da, dönən qutardı. 2025-ci ildə 23 gol vurub da, yəni indi təsəvvür edin. Hələ Mbappe. Demədə, baxıraq, millimiz baxıraq efirə. Vay. Yatanda da vurur, gol. Vay. Qardaşım, oyuna çıxmadan Razdivalkada vurub çıxır oyuna. Orada baxıcı golcu yazdılar, skor Usman. İndi gəlin ciddi danışaq. Niyə görə Aser faciəsi olmayacaq? Bu mənim şəxsi subyektiv fikrimdir. Kim razılaşmırsa, o sizin şəxsi fikrinizdir. Allah sizdən razı olsun. Deməli, bu Aser faciəsi dediyimiz oyun 10-0 Fransa, Azərbaycan. O oyunu kim görməyibsə, xahiş edirəm. Yeri gəlmişkən 30-cu il dönümüdür ya. Yaxşı. Jubileydi. O oyunun 95-ci ildə oldu. O oyunun özətinə baxın, zəhmət olmasa. O oyun niyə görə 10-0 bitdi? Çünki Azərbaycan yığması hesaba baxmayaraq qabağa gedirdi. Azərbaycan yığması oyun oynayırdı orada. Oyun idi. Azərbaycan yığmasının bəxti işləmədi, orada bir-iki dənə qol vurmadı. Yəni Azərbaycan dayanmadan qabağa gedirdi. Nəyə istəyirsiniz qarantiya verəm? Adım kimi əminəm, Fransaya qarşı indiki Azərbaycan 11 nəfər dayanca iştirafnoyda qol buraxmayım. 9-0-da
9-0 Azərbaycan uduzsa indiki Azərbaycan yığması uduzsa Fransaya, çıxıb intervyuda bilirsiniz nə deyəcəklər press konferansiyada. Deyəcəklər ki, görürsüz bu qəlbə kimi bir şeydir, 10-0 uduzmadıq. O Azərbaycandan indiki Azərbaycan yığmasını şey eləmiyor. Orada Hiç bir 10 olmasın. 10 olmasın. Yox, o oyuna baxın, vallahi deyirəm, məsləhət görürəm. Final fiti səslənir, yes. O 10-0. O haqqı yerində deyirlər. Yes, 10 olmadı. Gol out tutub əla. Yox, 9-0, 2-0, 1-0. 1-2-0-a görə kim nə deyəcək ki bizə? Bir söz deyim. Səndən soruşum, sən o oyuna baxmısan da? Udacaq. Amma zorla udacaq. Əziyyət çəkəcək. Hə də 11 nəfər olsa 90 ya 8-ci dəqiqədə penalti ilə vuracaqlar və yaxud avtoqolla udacaq. Burada gəl verilişimiz. Allah, yer geçişindən məşğul. Kəs para duraq. Necəsən? Əli boş qalıb.